Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri 8 martdır və həftənin bazar günüdür. Demək, saat da 15:41-dir. İndi bu dəqiqə çıxmışam. Demək, ilk öncə nə edirik? Tripimizi yeniləyirik. Buradan tripanı yenilədim və buradan enerji listdən də fuel consumption, yəni yanacaq sərfiyyatım sıfırladım ki, sonda bilək ki, nə qədər yanacağımız getdi. Bu arada şarjımız da 99%'dir, gördüyünüz kimi. Çıxmışam amma səhərdən nəm saat 1-də, 2-də, 3-də dəfələrlə yoxladım. Dedim ki, iş qızışsın çıxım. Yəni bu günə mən tam fərqli bir iş gözləyirdim, amma yəqin ki, mənim o gözləntim saat 6-7 arası olacaq. 6 belə də 7 arası. Ya 5-7 arası olacaq yəqin ki, böyük əmsal. 1-4, 1-5, amma keçənlər yadımda deyil. Yadıma salarsınız. Mənim də yəqin ki, kanalımda videosu var. Keçən ilin mart ayının 8-i iş necə olub. Onu da girib baxaram, görüm. Yaddaşım mənə aldatmırsa, keçənləri bundan yaxşı idi iş. Halbuki keçənlərdə, yəni 8 mart şeyə düşüb. Ramazan ayına düşüb. Bu mənim gecədən işlədiyimdir, 2 gediş. Bildiyiniz kimi son zamanlar ya artıq keçən ayın 12-sindən 4 gündən sonra 1 ay tamam olur ki, artıq turizmdə iş yoxdur. Turizm çox bərbad vəziyyətə gəlib çıxıb. Ona görə də bir neçə gün evdə oturandan sonra gördüm ki, aclıq başlayır. Məcbur çıxmışam taksiyə. Bu da mənim 7'si daxil, yəni işlədiyimdir. Bu tikili pullardır. Faizi çıxandan sonra 231 manatdır. Düzdür, 7 gün üçün belə bir böyük məbləğ deyil, təxminən günə 30 neçə manat pul düşür. 35 manat təxminən pul düşür günə. Bu günlərdə işləyərik. Bu da halbuki yəni minimal xərcləri qarşılamaq üçündür. Gözləyirik ki, Ramazana çıxaq. Bəlkə həm də yəni müharibə bitməlidir ki, tam olaraq turizm lazımi vəziyyətə gəlib çıxsın. Özü tezliklə qurtarmalıdır, yəni. Ümid edək ki, tezliklə qurtarar. Müharibə mövzusuna çox qarışmaq istəmirəm. Və bu da ilk sifarişimiz. O da baxın, otel. Oteldən 3'ün kruğuna. Daha doğrusu otel 3'ün kruğuna gedir. Yəqin ki, bu şey otel olacaq da, yox. Xudafərin həyətində olan. Belə, yaxınlaşaq. İlk sifarişimizdə icra eləyək. Bu arada yalnızca komfort kateqoriyasını açmışam. Çalışacağım ki, böyük əksəriyyətin komfortla işləyim. Bir də dünənlə bağlı, bilməm, ayın 7'si necə işləmişsiniz, yadınıza gəlirsin. Video bilməm, ayın neçəsi çıxacaq. Ayın 7'si nəsə dünənləri məndə heç alınmadı da, yəni. İşə çıxdım, ancaq keyfiyyətsiz, haradakı sifariş azdır, oralara attı məni. Mənə bir ki, günü 2 hissəyə bölürəm, əksər hallarda. İftara qədər və iftardan sonra. Əksər hallarda da elə bu vaxtlar çıxıram, 2, 3. 2'də çıxdığım olmayıb, yalan danışmayayım. 3, 4, 5, bu aralar çıxıram. 2 saat, 3 saat, 4 saat indi. İftara nə qədər qalıbsa onu işləyirəm, gəlirəm. 1-2 saat evdə oluram. Yenidən çıxıram iftardan sonra işləməyə. Və nəticə də göz qabağındadır, yəni belə işləməklə çox işləmək olmaz. Böyük məbləğ işləmək olmaz. Amma dünənki gün geçsin gəlməsin də, yəni çox lazımsız yerlər attı mən dedi. Dünənləri yaxşı işləyə bilmədim. Əslində dünənləri
görünür ki yaxşı iş var. Yəni harda koeffisiyenti var idisə mən orada yox idim. Elə yerlərə gəlib düşmüşdüm də, yəni Zabrat, Günəşli, nə bilim Naximov, Hövsan, belə yerlər. Gəldik çatdıq üçün qurğuna, gedişi bitirdim. Qiymət 870 idi, mən yadınızda qalıbsa yoxsa yox. Çatmadan artıq növbəti sifarişi verib. İki bir-birinə bildik də bu. Təxminən Montin tərəf. 2000 mandı, ikisi də bir-birinə yaxındır deyə götürdüm. Qiymət 760. Və komfortdur əlbəttə ki. Belə Əcəmən qurğundan səhv eləmirəmsə. Yoxsa haradır bura bilmirəm. Nəsə yaxınlaşaq növbəti sifarişimizə. Bu arada müştəri sağ olsun 870 yazmışdı. 10 manat ödəniş elədi. İki sifariş, 2 ünvan, ödəniş kart. Bu da mənim müştərilərim. Buyurun, ayrı-ayrı oturublar özdə. Bunların bir-birinə acığı gəlir, yoxsa nədirsə bilmirəm. İndi qaqaşa yığmışam ki, səhərdən də tappa-tarap yazır. Gedirsiniz, gəlirsiniz, gedirsiniz, gəlirsiniz. Nə bilim, özdə o pulsuz olan o boltun içərisindəki olan zənginlə yığır. Bu da axırda bu da bu. İndi qaqaşa yığmışam axır ki, deyirəm ki, qabazla yediməmsiz, çatdırılmadı. Getdiyim, çatdığım ünvana saxlaya da bilmirəm. Güclə bir dənə pavarotu dönüb saxlamışam. Bir görürüm bir dənə qaqaş, əlində 2 dənə gül. İkisini qabağa qoydu, birini deyir arxaya qoyum. Deyirəm, nəyə arxaya qoyursan? Sən gəlmirsən, deyir, yox. Deyirəm, çatdırılmadı, deyir, özləri sənə orada deyəcəklər. Elə də momentdir ki, mən o soxa-soxda zəng vurub, qaqaşa da deyə bilmirəm ki, qaqaş bu nədir? Məcbur elib ki, götürmüş kimi oldum. Yığıram, qaqaş cavab vermir, yığıram, qaqaş cavab vermir. Abratında bir də görürəm ki, kimsə məni proqramdan yığır. Sən demə, bu elə özü. O şimdi uzun sözün qısası, narahat olmayın, ödəniş eləyəcəyim, narahat olmayın. Deyirəm, qaqaş, çatdırılmanın ola bilər qiyməti aşağıdır, yuxarıdır. Mən çatdırılmanı niyə götürmürəm? Çünki çatdığım ünvanda 99% hallarda adam orada olmur. Yəni o necə ki biri başqası üçün sifariş verər, başlayarsan onu axtarmağa, harda durub, necə durub. Həmişə problem olar, biri o birisi üçün sifariş verəndə. Yəni əksər hallarda problem olur da. Yəni çünki həmin adam bilmir nə vaxt taksi çatdı, gəlir, gəlmir, hansı trayektoriyadan gəlir, yolun o tərəfindən gəlir, bu tərəfindən gəlir. Ən azı özü sifariş verən ağlı başında olan adam görür ki, məsələn, maşın o tərəfdən gəlir, keçir yolun o bir üzünə. Və yaxud da əksinə. Qardaş, indi təsəvvürlə deyirəm, qaqaş, bu əksər hallarda problem olur. Sən bunu 2-yə vur, təsəvvürlə. Sən dedim 2 dənə ünvan vurmusan. İkisində də gülləri kimsə başqa adam qarşılayacaq, heç sən özün də deyirsən. Yəni əminsən ki, sən problem yaşamayacaq. Deyir, hə. İndi birinci ünvanda problem yaşansa, mən bu güllərlə sürüb getməsəm, məndən pis adam yoxdur. Qaqaşa deməmişəm, amma özüm onu eləyəcəm ki, ona dərs olsun ki, belə iş görmürlər də, yəni bu iş deyil. Yox, çatdırılma tapamadım, mən götürüm komfortu vurum. Həmən adama da bildirməyim ki, altdan bic-bic hərəkət eləyim. Şey yoxdur. Nəsə, gedək çataq. Qaqaş deyir ki, mən deyirəm ki, yox, ikisi də deyir, vaxtında götürəcək. Dedim, onda sən o dəqiq o 1%-in içərisində olan o sadaladığın müştərilərsən, deyir, hə. Deyir, kartı atarsan, deyir, kartı nağda keçirmək olur. Deyirəm, bilmirəm, başım çıxmır. Bax, gör, orada olursa olur, olmursa olmur. Deyir, kartı atarsan, sənə alıb ödəniş eləyəcəm. Çox sağ ol. Ay tövbə. Bakıda təzə oyun açılıb. Ya ondadır, ya bunda, sayırsız bu burada. Ya ondadır, ya bunda. Biri geriyə dönür, biri
bu soxa-soxda avtobusun palası ayırıblar. Buradan sağa dönmək lazım idi. Mən buranı 2 kruq vurmuşam ki, bir dənə buradan sağa dönmən yolun tapıb çözə bilim. Linci oynayırlar yolun ortasında, aynen, sağ olsun. Ey tövbə, mənə indi oradan cərmə gəlsə, axşam 2 dənə 3 dənə kraskanı götürürəm, orada yolun ortasında aləm vururam bir-birinə, xuliqanlıqla gedəcəm içəri. Gəldi nəhayət, çatdırma elədi. Əslində buradan keçmişəm, mən getmişəm o buraya bana. Bir neçə gündür taksi işləyirəm, artıq maşında səs-küylər əmələ gəlib. Xeyirli olsun. Bakıda bir dənə normal yol yoxdur da. Qiymət 8 manat. Dün əsəblərim korlandı. Xeyirli olsun. Qaqaş 5 manatda əlavə ödəniş elədi. O gətirdi, saxladı düz bu yolun ortasında. Bu niyə 8 manat, məsələn, bu kamera başına döndüyüm. Bu niyə 8 manat cərimə olmasın? Yəni damdar küçədə yolun ortasında saxlamaq. O niyə 8 manat cərimə olmasın? Onun mənə cavabını verin. Nəsə belə. Yenə dünənki kimi. Harada koeffisient yoxdur, mən oradayım. Amma dediyim kimi 8 martdan mən daha böyük performans gözləyirdim. Bu nəsə o deyil. Qiymətdəki ümumi gördünüz də 8 manat ödəniş kartla oldu. 5 manat əlavə olaraq kartıma ödəniş atdı. Amma vaxtım çox getdi mənim buna. 16:27-də sifariş gəlib. 17:27-də sifarişi bitirmişim. Rovna 1 saat. Düppədüz 1 saat vaxtımız getdi. 1 saata təsəvvür edin, mən 8 manata 1 saat vaxtım gedir ödənişdə kartla. Bir şey girib ağlıma, indi bəlkə indi onu yoxladım. Görüm indi yanqonun çatdırılmaları nə qədər yazır. İstəyirəm yanqonun çatdırılmasını açım. Çatdırılma gəlsin. Tutaq ki də buradan verdi basmaya. Neftçilərə, xalqlara, Qarayevə. Sifarişi götürüm, buradan da ikinci müştərinin götürüm. İkisini bir yerdə aparım. Bəlkə nəsə xeyri oldu. Baxım görüm. Normal qiymət yazırsa bəlkə onu da yoxladıq. Demək, növbəti sifarişimiz gəldi. Yaxın məsafədən gediləcək Port Bakuya. Sırası da gəlirsiniz. O qədər kartla vurublar. Qorxularından sırası gəlirsiniz. Bu belə yaşayışı yaşamaqdansa elə nağd vur, kişi kimi yaşa da yəni. Üzünün qadındır yəni. O mənada ki yəni vur bu nağd, bil ki nağd sənin taksin gələcək də. Yoxsa ki elə kartla vur, elə qorxa ki birdən taksi gəlməz, elə hamıya bir yaz ki gəlirsən, gəlmirsən, gəlirsən, gəlmirsən. Gəldik, çatdıq Port Bakuya. Arxada o göstərə də bilmirəm. Bu çanqanı görsən. Allaha qurban olum. Belə çox mındar, özünə hörmət eləməyən nə qədər sürücü var ilahi pərverdigara Bakıda. Allaha qurban olum. Qətiyyən maşın sürmək istəmirəm də bu cəmiyyətin içərisində. And ola Allaha, ağzım orucudur. Bir iş, yəni həmişə dualarımda olub ki məni bu şeydən, yəni maşın sürərək pul qazanmaqdan canımı qutarsın. Yəni işim, çörəyim başqa yerdən çıxsın. O qədər mundar cəmiyyət yaranıbsa, yəni o mundar cəmiyyət o TikTokda, nə bilim, hər yerdə gördüyünüz, işdə, orada, burada, küçədə gördüyünüz, həmən o piyada gəzənlərdir də, yəni elə bu maşınları da idarə edən onlardır. Yəni o
sözlə ifadə olunmayacaq qədər şərəfsizlər, nə bilim, özünə hörmət eləməyəndilər. Turizm açılsaydı Allaha qurban olum. Turizm də heç olmasa arada rayonlara zada gedib gəlsən, adam başı açılır. Şəhərin içərisində maşın sürmək çox çətindir də, yəni mənə şəxsən dəhşət çətin gəlir. Özüm ölüm. Bax, indi atlanıb minəcək yolun ortasında maşına. Demək, qiymət 4.90 ödəniş kartla. Gələ-gələ o qədər fikirləşdim, bəyək ki, başıma gələn səni, inan. Hələm, yəni mənə yol verməmək belə acığıma gəlməmişdi, yəni nə bilim, çox dəhşət, çox pisimə gəldi, Quran and olsun, yəni söz tapa bilmirəm də, yəni qaqaşın hərəkətinə. İndi sifarişi icra eləyim, təxminən sonra sizə hadisəni azca izah eləyərəm, necə olmuşdu. Nə bilim, çalışın, ümumiyyətlə mən çalışacağım bundan sonra, hər dəfə özümə söz verirəm, bir dəfə amma möhkəm ya and içəcəm, ya tövbə eləyəcəm, ya söyüş qoyacam ki, heç kimə yol verməyəcəm də, yəni heç kimə, ağına bozuna baxmadan heç kimə yol verməyəcəm. Bunun böyük ehtimal ki, gətirib bu cəmiyyət məni ona çıxaracaq. Çünki uzaqdan gələ-gələ sürücü mədəniyyəti yox, insan ümumiyyətlə elə mədəniyyətlidirsə mədəniyyətlidir. Sürücü mədəniyyəti deyilən bir şey yoxdur. İnsan ümumiyyətlə özünün mədəniyyəti varsa elə o sürücü kimi də mədəniyyətlidir, piyada kimi də mədəniyyətlidir, hər cürə mədəniyyətlidir. Neyse. Sifarişə çatmadan görsən bu, məsələn, bu görür ki, bu yol doludur da, deyib fikirləşir ki, bir maşın qabağa düşüm, gedim soldan basım olan üstünə keçəcəm də, kiminsə üstünə dartaram, kimdəsə alındıracaq. Ona görə də çıxır. Qiymət demək 5.20-yə endirimlə 4.20-yə düşmüşdü. Müştəri sağ olsun. Xanım ola 7 manat ödəniş elədi, sağ olsun. Sifarişimiz gəldi, oldu nə qədər? 8 manat 20 qəpik 2 kilometr yola. Bu sifariş də artıq mənə bir dəfə gəlib imtina olunub. Üstündən biraz keçdi, yenə gəldi. Mənə düşdü, yenə də Port Baku, yenə də tıxac. Ümumiyyətlə mən bir şey fikir vermişsiniz yoxsa yox. Bu məsələn dünənləri mənə dediyim kimi də qara gün idi, yəni bir dənə düzəməli ünvana sifariş vermirdi. Hələ nə qədər ləğv elədiyim, nə bilim, maştağası oldu. Yadımdan çıxıb da dünənki ünvanlar çox belə lazımsız yerlərə verirdi. Bu arada bəyalarda bir dənə sifariş, bundan öncəki gətirdiyim sifarişdə ləğv elədiyim oldu. Niyəsə son zamanlar başlayıb mənə Bolt'un dispetçerindən çoxlu sifarişlər verməyə. Əsasən də bu tıxacın olan vaxtı, nə bilim, sifarişin çox olan vaxtı deyəsən Bolt öz maşınlara çatdırıb verə bilmir. Məndə o kateqoriya açıq olmaya Bolt dispatch kateqoriyasından mənə sifariş verir. Biləcəriyə bir dənə sifariş vermişdi, 8 manat, onu ləğv eləmişdim. Sifariş götürüb çıxıram. Müştəri qabaqcadan düşdü və bəyaları o yaşanan hadisəni sizə göstərmək istəyirəm. Demək, bu kəsişməyə çatmamış, bildiniz də bura haradır. Hansı küçəydi bu? Xəbəni küçəsi, arxadadır Nizami küçəsidir. Yol Port Bakuya gedir. Qabaqdakı yadıma düşdü ki, elbə ki, işıqfordan sağa dönənlər çox olur. Sollar düz gedirlər də. Mən də düz gedəcəm deyə dedim, burada sol tutum. Burada belə başladım sol tutmağa. Arxamdan demək bir dənə maşın keçdi, 2 dənə maşın keçdi, 3 dənə maşın keçəndə
Artıq mən gördüm ki, bunlar yol verəsidir. Özdə onlar da məndən bir svetofor sonra gələn maşınlardır hamısı. Maşının demək 80%-ni çıxarmışam bu palasanın orasına kimi çıxartmışam da artıq maşının burnu elib ki, bu beləsinə dönüb. Elib ki, biri keçdi, belə məni keçir, bu beləsinə keçirlər amıqova. Axırıncı hətta o palasanı tapdaladı. Görürəm ki, demək qabaqdakı maşınlar biraz tərpənə. Bu da əməlli başlı, yəni bildiyin əməlli başlı diriyir o bir maşının arxasına ki, illa ki mən keçməyim də, yəni arxamda mı erməni nömrəsimi görürlər, ya məni şəxsən tanıyıb məndən düşmənçilik eləyən adamlardır. Yəni bildiyin düşmənə qarşı elədiyin hərəkətdir də. Yəni sən görürsən ki, bir dənə maşın keçdi, 2 dənə maşın keçdi, 3 dənə maşın keçdi. Mən pavorotnik yandırmışam. Qabaqcadan zolağımı tutmaq istəyirəm də. Yəni mən ara işləyib gəlib sənin qabağına keçməmişəm. Sən məndən bəlkə bir 20-30 saniyə sonra gəlmisən də. Yəni niyə yol verməyəsən? Səbəb nədir? Yəni bu aqressiya sizdə hardandır? Siqnal verib şüşəsini astırıram. Deyirəm ki, qaqaş, elə niyə eləyirsən? Görürsən ki, mən keçmişəm də, niyə yol vermirsən? Deyir yol mənim də, yol nə bilim nə, maşınlar tərpəndi, sürdü, çıxdı, getdi. Sözümü də axıra kimi deyib qutaranmadım. Bax, o idi mənim bəyaları toxunan. Çox pis təsir elədi mənə, yəni o hərəkətləri. Belə növbəti sifarişimiz gəlib. İndi onu icra eləyək. Demək gəldik, çatmadıq. Vapiano idi, Vapianoya tərəf. Ümumiyyətlə Targovun bütün giriş çıxışlarını bağlayıblar. Qiymət 5.20 idi, elə 5.20 də verdilər. 4 dənə uşaq idi, bir 10-15 yaşında. Belə xəttdən ayrıldıq. 5-6 dəqiqə azandı burada. Gedək həm iftarımızı açıq, həm də namazımızı qılaq. Bu arada bilməyənlər üçün deyim, İmam Hüseyin məscidində ehsan verilir. Demək olar ki, hər gün ehsan verilir. Yəni şəhərdə olduğunuz vaxt əgər evdən uzaq düşmüşsə, evə getməyə xot yoxdursa, gəlib orada ehsandan yeyə bilərsiniz. Bir də bu arada artıq mühərrik indi bu dəqiqə işə düşdü, ev rejiminə keçdi. Demək olar ki, düz 50 kilometr şarjla sürə bildik. Bu da bu havada yaxşı nəticədir. Bu arada havanın temperaturu da 8 dərəcədir. Məncə qəşəng nəticədir, özdə şəhər içi. Demək, fasilədən sonra ilk sifarişimizdir. Açığı bilmədim heç sifariş hansı tərəfədir. Yenə Bolt tərsəməyə Allah necəsə hesablayıbsa 400 metr adı ilə verib mənə bu sifarişi. Yəqin bunun ardınsa fikirləşir ki, buradan çıxışı var da. Yox, buradan mən arxa-arxaya getməliymişəm, Bolt. Üzüllü soya mənim o qədər pulum yoxdur, protiv getməyə. Gedək sifarişimizi icra eləyək. Çox vaxtdır burada bu problemi yaşayıram. Buradan düzgün hesablamır. Və ona görə də müştəri imtina eləyir. Müştəri el bilirdi ki, Bolt kimi o da fikirləşirdi ki, mən arxa-arxaya gedəcəm. Sağ olsun, imtina elədi sifarişi. Eşq olsun. Podiumda ötmə əməliyyatı eləmək üçün neçə universitet qutarmaq lazımdır, onu siz deyirsiniz. Malades. Sən bir dənə 5. Düşünürəm şəhər tərəfə yox. Yaxşı olar ki, üzü Elmlə tərəfə biraz qalxaq. Sifariş hələ ki zəifdir şəhərin mərkəzində.
Saat 9'a işləyib 15 dəqiqə. Yəqin ki 9'dan sonra insanlar yavaş-yavaş restoranlardan çıxa-çıxa sifarişlər aktiv olunacaq. Biraz Yeni Yasamal falan tərəfdə 1.2 əmsal var. Görək nə olur. Bir də bu bazar gününün bir dənə şeyin sevirəm ki, yəqin mənim kimi bütün taksi sürücüləri də bunu xoşlayır. Dayanma durma problemi olmur da, yəni ay hardasa dayanım, vaxt açmaq falan 15 dəqiqədə olsa gərək vaxt açasan. Aynen o şəkil çəkən maşınları ki var, onlar fırlandıqca dayanmadan şəkil çəkirlər. O yüzden də tövsiyəm budur ki, maşının içində olsaz da belə mütləq şəkildə vaxt açsın. Çünki bir dəfə dəqiq yadımdadır, İçəri şəhər tərəfdə olmuşdu, Təzəbəy hamam tərəfdə. Ola bilər 2 dəfə də olub, yadımdan çıxıb. Çəkiblər mənim maşının içində ola. Artıq 20:38-dir. Mənə sifariş gələndə 20:15 idi. 25 dəqiqə keçib, hələ də bir sifariş yoxdur. Əlbəttə ki, komfort kateqoriyasında indi ekonomi atsam bu dəqiqə dayanmadan sifariş verəcək, düzdür. Amma atmaq istəmirəm açığı, çünki həm qiymətlər aşağıda, həm ekonom mənə gedib şəhərin harasını atacaq bilinmir. Ondan sonra gəlin düşək şəhərə. Görək sifariş tapa bilirikmi? Nəhayət illər sonra mən gəlib sirkin bu arxa küçəsi Bülbülün başlanğıcıdır mı, sonudur mu bilmirəm. Bura gəlib çıxdım. Sifariş doğrudan da çox zəifdir. Yəni 8 martdan mən heç bunu gözləməzdim. Təkrarçılıq kimi olmasın. Növbəti sifarişimiz gördüyünüz Alatavaydı. Bundan qabaq bir dənə sifariş gəlmişdi. 2 ünvanlı idi. Qiymət 480. Məsud Əlizadə idi haraydısa. 26 dəqiqə göstərirdi sifarişi. Hələ Boltun xəritəsi ilə hələ 26 dəqiqə, onu imtina elədim. Ondan sonra indi gəlib hələ ki sifariş burada. Görsəndə burada Bakı Dövlət Sirki. Belə sifarişimizi icra eləyək. Ümid edirəm sifariş yavaş-yavaş düzələr. Saat hardasa 9'dur, onun yarısı çataram. Allah kərimdir. Gəldik, çatdıq, amma Alatava deyil. Yeni Yasamaldayıq. Qiymət 5-10, ödəniş kartla. Yəqin ki buralarda gözləyəcəm. Bir 5-6 dəqiqə gözləyim, əgər sifariş verməsə yəqin ki istiqamət vurub üzü şəhərə, ekonomu da açıb şəhərə qayıdaram. Demək, bayaqdan sifarişlər gəlir, amma hamısı uzaq. Biri 6 kilometrdən, biri 4 kilometrdən. Allah tərəfi də, yəni Bolt deyir ki, sifarişdən imtina eləsən heç bir problemi yoxdur. Və əlbəttə ki, mən açıb istiqamət vurdum dediyim kimi, çünki burada qalıb gözləməyin bir mənası yoxdur. Və ekonomu da açdım. İstiqamət vurdum Dəniz Mall. Üzü şəhərə nə var versin. Artıq 2-3 sifarişi imtina elədim. Gördüm yox, Yeni Yasamalda çörək yoxdur. Mən həmişə qaranlıq qalan yerlərdən biridir Yeni Yasamal. Bu qədər bina var, bu qədər yaşayış var burada, özdə ağız-ağıza. Amma sifariş həmişə zəif olur burada, niyə bilmirəm. Nəsə, uzaqdan da olsa bir sifariş götürdüm. Əslində getdiyim yerdən sonra bir 3 kilometr yaxın bir sifarişdir.
Əlqərəz, gedək sifarişimizi icra eləyək. Sonra baxarıq. Gəldik Sovetskiyə. Qiymət 3.40. Endirimdən 2.90 düşmüşdü. Müştəri sağ olsun. 3 manat ödənişidədir. Heç nə. Ekonomu bağlayıb komfortu açıq saxlayacağıq. İşlər də yavaş-yavaş gördüyünüz kimi artır. Maksimum 1.3 əmsalı kimi sifarişlər var. Növbəti sifariş, əgər gedib çıxa bilsək, tıxacın əlindən 10 dəqiqə. Abay Kulanbayeva Sedmoya gedir. 1.3 əmsalla. Heç nə gedək sifarişimizi icra edək. Gəldik, çatdıq ünvana. Qiymət 5.80, ödəniş kartla. Ödəniş daha doğrusu nağdı idi. Kartdan karta atdı. Bir şey doğrudan mənə hələ də çatmır. Bütün taksi sürücülərinin 99.9%-ində nədir? İndi kiməsə çatırsa, bir nə rəylərdə yazar. Ki biz də oxuyaq, başa düşək. Kartla olanda 5.80, yəni adama təsir eləmirdi. 5.80 ödəniş kartla əla. Hər şey okey. İndi onunla bir təhər razılaşmışıq. Amma bu nağd seçib 5.80-i kartdan karta 5.80 atmaq, nə bilim, mənə biraz belə qəribə gəlir. Mən bilmirəm sizdə necədir, yəni mən konkret və bir mənalı olaraq çatmır da, yəni bu. Deyəm ki, uşaqdır, balacadır, yəni komfort vurub özdə, yəni ekonom ola yenə də 50% başa düşürəm ki, bu adam komfortdur da, yəni imkanı yoxdur. Yoxsa ki, sən get, gəz, Targova bayram qeyd elə. Demirəm eləməyə, yəni buna heç birini demirəm. Demirəm gedib gəzmə. 3 uşaq atasıdır, yəni 3 dənə uşağı, özü, yoldaşı. Nə bilim. Bu 20 qəpik oradan taksi sürücüsündən sıxmaq. Biraz da elə bilirəm ki, mənim elə bir ki, göstərdiyim servis tam yerində deyil ki, bu 20 qəpik çayı boy mənə saxlamaq istəmədi. Yəni, mən maşınımı pis sürdüm. Nə bilim, maşından natəmizmi iyi gəldi, mənnənmi iyi gəldi. Nə oldu da ki, yəni sən orada, düz deyib, bu borclu deyil, heç kim başa düşürəm. İndi biliyorsan, rəylərdə çıxır, biri deyəcək ki, sən heç kim borclu deyil. Borclu olduğumu demirəm. Sadəcə olaraq bu artıq yazılmamış bir qanuna çevrilib ki, 3.70 yazanda 4 verir də cəmaatın, yəni bu 90% belədir. Allah bizim millətə bərəkət versin. Yəni bunu eləyirlər. Amma bəzən doğrudan da adama çatmır da. Yəni elə yerdən elə yerə gətirsən, baxırsan ki, bu adam ehtiyacı üzündən durub taksi sifariş verən adam deyil. Xəstəxanaya getmir, xəstəxanadan gəlmir. Yəni gəzməkdən gəlirsən, pul var da, yəni Allaha qurban olum. Allah başa zəyləsin. 20 qəpiklə mən barlanmıram. 20 qəpiyin də söhbətini eləmirəm. Nə bilim. Bu yəqin ki, ancaq taksi sürücüləri başa düşəcək. Biraz da bizə yaxın camiyə bəlkə də başa düşər. Nə bilim, nəysə əlqərəz. O qədər də dəymədi pis Sedmoya gəlməyimiz. Eyb yox. Görə dərşin olur. Burada da taksi dayanacağı var imiş. Nə yaxşı. Bu arada fikir verirəm ki, taksi dayanacağında hətta başlayıblar. Kamera çəkir. Taksi dayanacağının üstə gəl, yəni. Hətta sistemdə belə baxırlar ki, bunun şeyi var, yoxsa yox. Adın səndinin lisenziyası da hər bir şey, yəni
O 20 manat, 72 manat onları ödəmisənsə yazmırlar. Onları ödəməmisənsə yazırlar. Yəni faktiki bizim bu taksi WhatsApp qruplarında paylaşmışlar o cəriməni. Demək, xeyirli olsun. Bolt attı mənim bloka. 20 dəqiqədir bunlarla danışıram. Adını da qoydu ki, mən başqasına profil vermişəm. Yəni planşetdə girmişəm. Bunun adını qoydular ki, başqa yerdə girmişsən. Orada da ki, bot adamı bezdirir. 10 dəfə səni qırmağa çalışır. Müxtəlif bəhanələr. Sonra bir dənə ağıllı başlayır səndən danışmağa. O da elə ilk cavabdan sonra elə bot kimi danışıb sənə yola verir. Hoşum. Güya biz nəsə eləmişik. Zakaz atmenion. Bu da özünə hörmət eləmir də. Durmuşdum da orada. Ay Allahu Ekber. Ayda ilin günün bu vaxtı blok olmaq heç yeri yox idi. Bolt. Mən neçə ildir belə işləyirəm. Sən gəl indi mənə bloka at. Allah insafınızı kəssin. Bəs qaldıq yarımçıq yolun ortasında. Artıq saat 23:42-dir. Bütün işləməyə həvəsim öldü. Bayaqdan da yan qonu açmışam. 2 dənə sifariş gəlib, ikisi də imtina gedib. Elə ikisi də Sedimoyda olub. Oradan düz Nərmanova kimi gəlmişəm. Nərmanov parkın yanında bir 15 dəqiqə dayanmışam. Sipariş yoxdur ki, yoxdur. Nəhayət. $1.86 əmsalının siparişimiz gəldi. Ne bileyim, biz 2 dənə sifariş yaparaq görək nə göstərir. Zaten mən saat 1'ə kimi işləyəcəkdim. Ev yox, nəsə lənət şeytana. Elə Boltun özünə də lənət. Gəldik, çatdıq demək. Həsən Əliyevdir. Tbilisi prospektinə çatmamış. Megastorun arxasına. Qiymət bilmirəm, buna 5.60 deyim yoxsa 5.50. Yəni bizə çatan 5.50'dir. 5.50 idi, ödəniş kartla idi. Əmsal hələ də davam edir. Mən belə mənasız bir vaxtda bloka düşdüm ki, heç yeri yox idi də yəni. Heç. Sabah da tərslikdən Boltun ofisi böyük ehtimal ki işləmirsə onları qeyri-iş günüdür. İndi birisi gün get bu tupoylara başsal ki başqa IP zat söhbəti yoxdur da burada. Mən öz avtomobilimdə planşetdən girib giriş eləmişim, işləmişim. Ne bileyim. Yango'da da biraz qiymətlər qalxır. Sifariş olmur, yoxsa sifariş azdır, çatmır mənə. Yəqin bu dəqiqə Boltun komfortu bundan az yazır ki, cəmaət ondan istifadə edir. Yəni böyük kütlə deməzdim, məncə 50% kütlə tam olaraq ki proqramdan istifadə edir. Açır, baxır, hansı ucuz yazır, ondan da istifadə edir. Bəziləri ola bilər ki, indi hansısa bir
mənfi xoşagəlməz hadisə ilə rastlaşar bir dəfə, iki dəfə. Görər ki, məsələn, daimi olaraq Yanqonun sürücüləri problemlidir. Keçid eləyir Bolta. Amma məncə çox adam bu dəqiqə cibini fikirləşir taksini sifariş eləyəndə. O yüzden de baxıram hansı ucuzdur ondan istifadə edir. Yəqin ki, indi Bolt bilmirəm, Yanqon bilmirəm də. Yəni Yango 1 saniyədə qiyməti dəyişən şirkətdir də, 1 saniyə. Yəni buradan vur elmlərə 5 dəqiqəlik sifarişi təsdiqləməmiş kiməsə zəng vur, təzədən 1 dəqiqədən sonra qayda eyni ünvanı yoxla. 2 manat, 3 manat bahasına və yaxud da ikisinə ucuz ola bilər. Ona görə də yoxlamanın mənası yoxdur. Məsələn, mən indi burada yoxlasam ki, buradan neftçilərlə nə yazır? Yazacaq, tutaq ki, məndə 10 manat. Gedib 1 dəqiqədən sonra mənə sifariş gəlsə 1 kilometr aralıdan gedib görəcəm ki, 7 manata getdim neftçilərə. O yüzden də heç çalışın heç Yangoda qiyməti yoxlayıb ürəyinizə salmayın. Yəni Yangonun ipin üzərinə odun yığılası deyil. Boltda biraz stabilliyi var. Belə artıq saat 12-ni keçdi, 1 işləyib 2 dəqiqə. Gedək üzü əmsala doğru. Yəqin ki, əmsalın ənkəsi şəhərin mərkəzində olar və sifarişin də çoxusu yəqin ki, mərkəzdə olacaq. Gedək görək başqa nə sifariş tuta bilirik. Növbəti sifariş dəqiq görə bilmədim arada, amma yaxın məsafədir. 1.62 əmsalla. Heç gedək bunu da icra edək. Gəldik, çatdıq Ünbuna Altis Plazanın təxminən yanında Qudqaşınlı küçəsi. Qiyməti 3.90, ödəniş kartla əlbəttə ki. Yangoda bilirsiniz də, yəqin işləməyənlər üçün deyim. Təxminən 70% sifarişlər, yəni 10 sifarişdən 7'si kartla olur. Yəni bu devri qədimdən beri olub demək olar ki, elə Uber'in hətta vaxtından mən deyərdim ki, tək Yango yox. Elə ödəniş kartla olub. Belə yaxın məsafədə qiymət pis deyil. Sadəcə olaraq mən biraz həvəsdən düşmüşəm açığı. Burada da 3.3 əmsal göstərir. Vallahi mənə çatmırdı o 3.3 əmsalı. Hara hesablayır, yəni harda hesablayır. Yangoda əmsal hesablanması demək belədir. 3.3 yazıbsa, qabaq bu işləyirdi, indi işləmir. İndi gördüyünüz bütün əmsalların 99% yalancıdır. Yəni gördünüz bəyalar mənim üçün 1.86 əmsal. Onu necə çıxardır? Elə eləyir ki, qiymət akruglonla olsun da, yəni çox vaxt akruglonla olur. 4 manat və yaxud da 5 manatı keçməsin ki, sifariş olsun. Əslində yaxın məsafə idi, yəni 3.30 qabaq yazanda həqiqətən də var idi o 3.3. Amma necə? Ən yaxın məsafə, maksimum 1, 2, 3 kilometr. Hansı ki, onların minimalkasıdır, yəni minimal məsafəni ölçürdülər. Ora 3.3, bəli, 5 metrə yolu qoyurdun. Tutaq ki də deyirəm, indi 2.50-dir, 2.50-ni 3.3'ə vuramayacağım da. Tutaq ki də 2 manatlıq minimal sifarişin qiyməti isə əmsalsız 3.3'ə vururdu həqiqətən də. Minimal sifariş başlayırdı 6 manat 60 qəpikdən. Amma indi yəni konkret olaraq nə cür hesablanır, necə hesablanır, qəti şəkildə bilinmir. Heç bunun sizə düsturunda deyən olsa inanmayın. Yangonun ofisinə də geçsəz, işlədiyiniz parkla da əlaqə saxlayıb soruşsaz, qiymətin necə hesablandığını sizə deyə bilməyəcəklər. Yəni artıq tamamilə yəni şeydən çıxıb da, yəni idarə etmədən çıxıb, bilinmir qiymət necə hesablanır. Süni intellekt hesablayır qiyməti.
Belə bir iki dənə də belə yaxına sifariş olsaydı, onlar da icra edib sonra ev istiqamətinə vurub çıxıb gedərdi evə. Bu arada 104 kilometre artıq sürmüşük. Saat da 00:21'dir. Açığı nə qədər işlədiyimi bilmirəm, hesablamamışam. Düşünürəm 60 manatı keçmişəm ya 70 manat. Bu civarda düşünürəm. Bir 10-15-20 dəqiqədə burada dayandıq artıq. Səbir çatmır. İstiqamət də vurmuşam əslində evə tərəf, çünki gözləməyin bir mənası yoxdur. Buradan düşək Səməd Vurğundan çıxaq Neftçilər prospekti. İndi yol üstü nəsə versə verər. Hayf Bolt bu günləri bizi çox pis momentdə, yəni yarı yolda qoydu. Heç yeri yox idi, yəni. Gələsən axşam saat 11-də işin qızışan vaxtında götürüb adam atasan bloka. Nə bilim. Öz zamanında selfie istəmədi. Elə bir ki, durmuşdum, bəy əsəbimdən yadımdan çıxdı onu demək. Sifarişi bitirdim, gəldim o taksi dayanacağında park elədim. Baxıram ki, yazıb ki, burada xəttdən öz başına çıxmışdı. Elə belə təzdən vurdum ki, xəttə girəm, selfie gəldi. Girdim telefonda, selfie-ni keçəndə də belə nəsə qarşılıq var. Elə ki, bir dəfə selfie-ni çəkdim, amma təsdiqləmədim. Yəni vurmadım ki, yaxşıdır. Dedim ki, təzdən çəkim. Dedim, qaranlıq olar, düşərəm sonra bloka. Telefonu başqa cür tutdum. Bir dəfə də çəkdim. Üzüm onda aydın düşəndə gördüm ki, arxa fonda orada yazdı ki, xidmət artıq bərpa olundu, yoxsa nəsə belə. Görün bir dəqiqə, ekranda qalıb o, hə. Girişiniz bərpa edildi yazdı. Halbuki mən selfie-dən keçməmişəm. Neyse, selfie-ni vurdum, təsdiq elədim. Təsdiq eləyən kimi nəsə bir dənə xəbərdarlıq gəldi ekrana. Sonra xəttə girmək istəyəndə yazıldı ki, nə bilim, nəsə də indi hamıya gəlib də o yəqin. Allah heç kimə göstərməsin. Şimdi blokdasız. Girdim. Yaz ki yazasan. Əvvəl bir 7-8 mesaja bot cavab verir. O da ağzına gələn şablon cavabları. Yeri gəldi, gəlmədi. O söysən də sənə şablon cavab göndərəcək. Bunu eşitməyənə təəssüf edirik, nə bilim nə falan, bəs məkan. Ondan sonra nə bilim kimsə qoşuldu, Hidayət qoşuldu, kim qoşuldu. Siz salamlayırıq Türkel bəy. Boltdan Hidayət bəydir. Yəni də xeyr, nə qədər yazdım, axırda karoçi qram fason kimi yazdı ki, yəni bura qədər eləyə biləcək. İcazəvizlə çatı bağlayaq. Əlavə müdaxilə eləyə bilmirik. Deyirəm ki, nə əlavə müdaxilədə, yəni mənim xəttimi bərpa eləyin. Planşetdə daxil olmuşam, əgər başqa şəxs deyirsə, başqa şəxsə verməmişim. Başqa şəxs mənim öz şəxsi maşınımdır, başqa şəxs priçom. Absurddur, buna görə, nə bilim, blok olmasının heç yeri yoxdur. Yenə də indi nə qərar çıxdısa, növbəti videoların birində yəqin ki, səsləndirərəm. Axırı necə oldu. Belə. Heç nə, sifariş falan da vermədi. Bədbəxtçilik gəldi, adamı harada tutdu. Saat 11-dən sonra işinlə qızmar vaxtında. 11-dən bu yana cəmi 2 dənə sifariş icra eləmişəm, artıq saat 1-dir.
Heç də. Bu qədər qarğış, bu qədər haqqa girmək. Nə bilim, Bolt bir adam olsaydı çoxdan rəhmətə getmişdi. Bolt'a təsir eləmirdi heç nə. Bolt nə bilim. Göz görə haqqa girməkdir bu. İndi Bolt'a gedib desin ki, Bolt indi kompensasiya elə də, yəni öz başıboşluğun ücbatından, yəni mən halbuki planşetdə girmişəm. Heç bir sübutun da yoxdur ki, mən öz profilimi kiməsə vermişəm. Yəni mənə 500 manat da versələr, mən profilimi vermərəm. Sən götürüb məni blok edirsən. 11-dən indi bu günləri işin qızmar vaxtı da qaldı. Sabah da işləyə bilməyəcəm. Bir də işə birisi gün, əgər o da yox, yəni açmalıdırlar, xeyri yoxdur. Mümkün deyil açmasınlar, yəni Bolt'u altı üstünə çevirərəm. Fuadın bu yaxınlarda o Bolt'un başına gətirdiyi oyun yalanlarda, yəni oturaram sosial şəbəkələrin canına, yığaram onsuz taksi sürücüləri ətrafda çoxdur. Valla o qədər şikayət yazaram Bolt səndən, valla. Bu dəfə yəni idarə heyətimiz yoxdur, yəni altdan gördüyümüz bütün işlər falan hamısını açıb tökərəm. Quran haqqı, aləm dəyər məzhəb qarışar bir-birinə. Yəni mən ofisə ayağımı bastım, profil açılmalıdır. Prosta belə heç cür mən sizə ispat eləyə bilmədim. Nəysə, Allah mənə səbir versin. Bildiklərimin hamısını danışsam, aləm dəyər bir-birinə. Eybi yox. Amma yəni qul haqqına girdiniz də, yəni biləsiniz, şirkət olaraq heç cürədə ona kompensasiya eləməyəcəkdi Bolt. Yəni Azərbaycanda heç nə kompensasiya olmadığı kimi Bolt da onu kompensasiya eləməyəcək. Ki, mən bir gün işləməmişəm sənə görə. Minimum mənim işlədiyimlə deyirəm də 35-40 manatımı balansıma oturtacaqsan. Əlbəttə ki, yox. Cəfəngiyyat da bilirəm. Uber'in qabaq belə bir şey vardı. İndi də məncə var. O günlərdə bir dənə də uşaqda gördüm. Desəni qrupda yazmışdı. Yango məsələn bəzən müştərinin, bəzən də özünün hər hansısa bir xətasına görə 1 saatlıq, 1 günlük, indi baxır da zərərin böyüklüyünə, elə bir ki, öz faizindən keçir, komissiyasız işləyirsən. Rusiyada da Yandex'də var. Zaten aşağı yuxarı eyni şeydilər. Bu Uber'də də var, Yango'da da var, Yandex'də də var. Bu demək, komissiyasız işləmək. Yəni ən azından onu eləyir də, o da nəsədir də. Yəni 100 manat işləsən 20 manat puldur. Bolt nə eləyəcək bilmirəm. Bolt'dan indiyənə kimi mən kompensasiya işləməmişəm. Bir dənə o, onda qabaq eləyirdilər. Bizim sürücülər sağ olsun o qədər bir şeydən sui-istifadə elədilər. O böyük gedişlərdə, məsələn 20, 30, 40 manatlıq gedişlərdə sonlandırıb vururdular ki, tipa müştəri pulu vermədi. Bolt da onun yarısını kompensasiya eləyirdi. O qədər elədilər onu. Axırda Bolt onu yığışdırdı. İndi nə bilim, bəlkə də görüntü ilə sən onları sübut eləsən, bəlkə nəyisə kompensasiya eləyərlər. Belə böyük ümidlərlə başlamışdıq bugünkü günə. Heç nə, Bolt burnumuzdan gətirdi. Artıq evə çatıram. İndi kilometrajı və yanacaq sərfiyyatın
maşından baxarıq. Qalan şeylərdə nə bilim 2 dənə gediş Boltdan, qalanı da 2 dənə Yangodan, qalanı da Boltdan hesab kitab eləyərik. İzləmədə qalın, irəliləyən saniyələrdə hesab kitab eləyərik ki, gəlirimiz, qazancımız nə oldu. Demək, bu da bizim getdiyimiz yol 120 kilometr, onun 50 kilometrini biz getdik demək. Tokla 70 kilometrində yanacağı 3.4 litr yazıb. Belə. Demək, gəldi indi hesablama bölümünə. Blokla bağlı neçə gündür Nostrenem yoxdur deyə bu günləri videonu çəkirəm. Gecə saat 2-yə qalıb, ayın 11-i də artıq. 2 gün keçib. Video biraz gec gəldi. Nəsə maraqlı olsa, ümumi olaraq bu Boltun indi əgər açılsa, ümumi bu proses barədə danışaram. Geniş ətraflı. Mövzuna yaymayaq. Gəlin indi hesablama bölümünə keçək. Demək, bu da biraz fərqli oldu deyə gedişləri ayrı-ayrı yazdım. Demək, Boltda yuxarıda gördüyünüz 10 dənə gedişdir. 2 gediş Yango ilə elədik. Burada da bəxşişlərdir aldığım. Elə o da nə oldusa əvvəldə oldu, yəni. Birinci gedişdə 1.30, ikinci gedişdə 5 manat. Və burada bu 5.20-lərdən bilməm hansısa biri 1.80 verdi, 7 manat verdi, yadımıza gəlirsə. Belə, demək, ümumi gəlirimiz 56.30 işlədik biz Boltla, 9.60 işlədik Yango ilə və ümumilikdə 65.90 oldu. Bəxşişlərimiz, yəni bunların ümumi məbləği oldu 8 manat 30 qəpik. Faizlərimizi də ayrı-ayrı hesabladım, çünki Bolt bilirəm 25%-dir, amma Yango bilməm, ya 20-dir, ya 22-dir. Mən 22 ilə hesabladım. 2 manat 10 qəpik demək Yango da elədi, 14 manat 10 qəpik Bolt da elədi. Cəmdə 16 manat 20 qəpik. Benzin və amortisasiya xərclərinə 6 manat benzinə hesabladım. 6 manat da eynən o qədər də minimum amortisasiya xərclərinə. Yürüşümüz 120 kilometr oldu. Bildiyiniz kimi, bunun dediyim kimi 50'si şarj, 70'in benzinlə getdik. Benzin sərfiyyatı 3.40 idi. Bunu 1.60'a verəndə, vuranda 5 manat nə qədər edir? Mən biraz ondan artıq hesablayanda artıq 6 manat ümumiləşdirdim, yazdım və 1 manat da əlbəttə ki şarjı ayırırıq. O da elə 1.20 edir, onu da 1 manatla hesablamaq olar. Və ümumilikdə təxminən 8 saat vaxtımız getdi. 4'ə qalmış birisi çıxdım. Və ortada 1 saat iftar üçün fasilə oldu. 1 saatdan biraz artıq oldu. Ümumilikdə 8 saat sırf taksidə işlədik. Gediş sayımız oldu. Dediyim kimi 10 gediş Boltda, 2 gediş Yangoda və yekun qazanc oldu. Yəni hər şey çıxandan sonra 45 manat. Bunu da 8 saata bölsəz təxminən saatına 5 manatdan biraz yuxarı eləyir. Belə, heç də ürək açıcı deyil 8 mart üçün, yəni heç ürək açıcı deyil. Yəni minimum bunun 2 qatını gözləyirdim. Bilməm niyə belə aşağı oldu. Biraz da buna təsir eləyən məhz saat 11'də mənim Boltun blok olması oldu. İşin qızmar vaxtında 11'dən 1'ə də bu restoranlardan durub çıxıb dağılışan vaxt o tərəf bu tərəfə gedəndə mən blok oldum. Həm də onlarla yazışmağa da həm də çox vaxtım getdi, bir 20 dəqiqə. Dedim bəlkə alınar, halbuki alınmadı. Nəsə, bu bir qırağa, bir də son günlər video paylaşmadığım üçün sonuncu dəfə 25 fevral video paylaşmışam. 3 gün oradan, 11 gün buradan, artıq 2 həftədir video yoxdur deyə gördüyünüz kimi baxış sayları çox aşağı düşüb. Ona görə də elə baxış saatları,
Abunə ümumiyyətlə burada son dönemler gördüyüm en büyük biabırçılıq oldu. Müsbət bir yana, hətta geriyə getdi, -3 oldu. Bunun zəhmət olmasa mənə dəstək verin. Bunun yerini dolduraq. Əlbəttə ki, son günlər gəlirlər də aşağı düşüb. Yəni 43 sent, 30 sent. Yəni bu heç 1 manat pul eləmir. Video çıxmamışdan öncə abunə sayımız 12784'dür. Dəstək olun, zəhmət olmasa bu abunə sayını 13000 eləyək heç olmasa. Biraz motivasiyamız olsun videolar çəkmək üçün. Bilirsiniz ki, yəni bu abunə sizdə pulsuzdur. Bizə də buna görə pul gəlmir, amma kanalımızın irəli getməsində və hər hansısa bir sponsorların reklamlardan bizə gələn gəlirlərlə kanalımızı irəliyə apara bilərik. Bu arada hansı tip videolarımı çəkməyimi istəyirsinizsə, zəhmət olmasa yazın rəylərdə. Videonu mütləq şəkildə zəhmət olmasa bəyənin, yorumlarınızı yazın və imkan varsa videonu paylaşın. Belə, bu videomuzdan da bu qədər. Allah sizin də qazanclarınıza bərəkət versin. Bu əziz Ramazan günlərində Allah hamının köməyi olsun. Videonu izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn videolarda səslənərik. Sağ olun.